Axşamınız xeyir olsun, salamla müəlliminizi. Əfsla olsun, belə bir məlumiyyət oldu. Əlbəttə ki, istəməzdik. Bu cür doğma meydanda, azad işlərimizin önündə, sizlərin önündə belə bir məlumiyyətlə üzləşək. Amma bu böyük futboldur. Mən fikirlərimdə həmişə bildirmişəm ki, istənilən oyunda belə nəticələr ola bilər və əlaqəsi bu səviyyədə, bu başqa bir level, başqa bir səviyyədir, Çempionlar Liqası. Və böyük məlumiyyətlər qaçılmazdır. Bugün ilk dəqiqələrdən ola bilər futbolçularımız çox böyük zərbə alınır. İlk gol, sonra ikinci gol, sonra penalti ola bilər. Tam biraz boks dilində desək nakauta düşdülər və özlərini ələ ala bilmədilər. Amma yəni bu qarşımızdakı rəqibin də gücünü göstərirdi və mən elə fikirlərini bildirdim ki, ən sürətli futbol oynayan, ən tez rəqib qapısına yaxınlaşan bir komandalardan biridir və həm fiziki, həm texniki, həm taktiki çox yüksək səviyyədə idi rəqibin hasıllığı. Mən belə fürsətdən istifadə edib azarkeşlərimə təşəkkür eləmək istəyirəm. Baxmayaraq elə ilk hissə böyük hesabla məğlub olurdu. Azarkeşlərimiz sona kimi bizlərlə oldular və sona kimi öz komandaların yanında qaldılar və azarkeşlik elədilər və bu bir daha bizim birliyimizi göstərdi. Mən hamı üçün böyük futbolun nə olduğunu doğrudan da bugün həm burada, həm Liverpoolda biz hiss etdik. Buna baxmayaraq biz ruhdan düşməli deyilik. Belə məğlubiyyətlər qaçılmazdır. Biz qarşımıza, yəni önə irəli daha da pozitiv baxmalıyıq və daha da diqqətli, daha da ciddi hazırlaşmalıyıq. Hər bir halda futbolçuların böyük bir yol gəldilər, böyük bir əziyyət çəkdilər və ən azından bu il fevral ayına kimi Çempionlar Liqasını sizlər, azarkeşlərimiz Bakıda hiss elədilər və böyük komandalar gördülər, böyük oyuncular, böyük məşqçilər gördülər. Və inanıram ki, futbol Azərbaycanda, belə deyək, bu il daha da populyarlaşdı. Çünki Avropada daha çox diqqət ayırdılar komandamıza, daha çox yaxından tanıdılar. Və belə mən istəməzdik belə məğlub olmağı, amma hər bir halda barışmalıyıq. Çünki rəqibə dəyər verməliyik. Bu onların haqqı idi. Çünki onların motivasiyası, onların istəyi, onların oyuna hazırlığı həqiqətən çox yüksək səviyyədə idi. Və belə sizlərə təşəkkür edirəm. Həmişə futbolçularımın yanında oldunuz və bütün oyunlarda iştirak elədiniz. Həm oyundan əvvəl, oyundan sonra komandanın, klubun yanında oldunuz. Təşəkkür edirəm hər birinizə. Buyurun Beyman. Qurbanım keçmiş olsun. İki sualım vardı. Birincisi, maraqlıdır, belə hesabdan sonra futbol nə dediniz ki, nisbətən toparlansınlar və bu anda Bədavinin meydana buraxılması ilk növbədə hansı məqamla bağlı idi? İkinci də məlumdur ki, artıq çempionata da diqqət etdirməlisiniz və qarşıda sabahla oyun gəlir. Cavab maçında haradasa heyətdə rotasiyalar etməyi düşünürsünüzmü? İlk sual Bədavin fasilədə. Yox, burada yəni ancaq futbolçuları fikirlərim sakitləşdirmə oldu, daha soyuqqanlı olmaqları oldu və onların yanında olduğumu bildirdim. Yəni mütləq şəkildə biz nə olur olsun oyunun qopmalı deyilik. Əgər ikinci hissədə belə davam eləsəydik, bəlkə daha yuxarı ola bilər, daha böyük ola bilərdi. Və Bədavini də meydana buraxmağımızda müdafiəni daha da gücləndirmək, müdafiədə oyuncuların sayını sırt mərkəzi daha da gücləndirmək oldu. Və belə o da çox yaxşı özünü göstərdi, çox yaxşı performans göstərdi. Və belə yəni mən bütün oyunlardan əvvəl, həm fasilədə, həm hətta sonda belə məğlubiyyətlərdən sonra futbolçularımı daha da sakitləşməyə çağırıram. Çünki biz dediyim kimi qarşımızdakı rəqibin gücünü bilirik və biz çalışırıq ki, onlara qarşı sona kimi mübarizə aparmağa. Amma bəzən rəqib görsən, bu cür rəqiblər əlaqədə İngiltərə komandaları daha aqressiv, daha aktiv olurlar. Bəzən futbolçularımızın belə deyək də qərar verməsinə
verilməsində biraz gecikmələr olurdu. İmkan vermirdilər ki, vaxtında düzgün düşünsünlər. Hidayət buyur. Rotasiyalarla bağlı yox, belə bir fikrimiz yoxdur. Çünki hələ cavab oyunu var. Və həm də ki, bir 3-4 məşq biz bir yerdə ola biləcəyik. Ola bilər daha yaxşı hazırlaşmağa bizim ehtiyacımız var. Çünki qarşımızda yenə deyirəm ki, qarşındakını bağışlamayan bir rəqib var. Hansı ki, yəni İngiltərədə ümumiyyətcə bunlar seçilirlər bu oyunlarda. Onlar daha çox qol vurmaq istəyirlər, daha bol qollu oyunlar keçirmək istəyirlər və biz elə onların liqasında görürük. 3, 4, 5, 6 onların hər oyunda, hər turda demək olar ki, biz bunu görürük. Və belə elə də ciddi rotasiyalar haqqında düşünməyəcəyik. Qurban müəllim, Bəhlulun zədəsi nə dərəcədə ciddidir və ölkə çempionatının oyunlarına yəni yetişə bilərmi? Yəni məlumat var mı bu barədə? Zədəsi ilə bağlı. Hələ yox, böyük ehtimal sabah olacaq. Sabah biraz əzələ dartınması böyük ehtimal gözlənilir, amma hər bir halda sabah daha dəqiq məlumat veriləcək klub tərəfindən. Qurban müəllim, keçmiş olsun. İstənilən komandanın mövsüm ərzində bir dönəmdə üzərində qara buludlar olur. Görünən qədərilə hazırda da Qarabağ bu vaxtını yaşayır. Yəni bu futbolçuların hazırda bu durumda olması play-off'un eyfariyasıdır, yoxsa fiziki durumun tükənişi? Yəni mən yenə deyirəm ki, ola bilər ki, mənim fikirlərim daima özümüzü soğutulmaq üçün səslənə bilər, amma inanın ki, elə deyil. Sadəcə biz qəbul etməliyik ki, biz hər oyundan oyuna səviyyə daha da qalxır. Qarşımızdakı rəqib daha ciddi olur, daha dinamik olur, daha məsuliyyətli olur. Hər oyundan oyuna. Yəni istər biz sıfırdan başlayaq, elə ilk qrup mərhələsinə kimi olan oyunlarımız olsun. Hər oyun keçdikcə rəqiblərin gücü daha da fərqli olur və daha da oyunlara fərqli yanaşırlar. Bugün də istərsiniz, əlbəttə bu play-off burada 16 komandada qalmış deyilmi? 24 komanda indi 16 komanda qalmaq üçün gedir. Yəni bu qalan komandalar 16 komandadan biri olacaq təsəvvür edin ki. Yəni Çempionlar Liqasında, yəni bu onların səviyyəsidir. Yəni bu onların səviyyəsidir. Əlbəttə ki, biz minimum gəlib bu yerə kimi çıxmışıqsa, bəli bizim üçün böyük riskdir belə böyük klublara qarşı oynamaq. Hansı ki, bu hesabların biz göz önünə almalıyıq, amma yəni böyümək üçün, amma qarşıda futbolumuzun inkişafı üçün yəni biz bu risklərə getməliyik. Hansı ki, özümüzü belə deyək də, bu böyük məğlubiyyətlərə özümüzü belə qurban verməyə biz hazır olmalıyıq. Ona görə yəni belə bunlar olmasa biz elə 2 tur əvvəl, 3 tur əvvəl məğlub olaq, sonra deyək ki, böyük komandalara qarşı oynamadıq. Bunun sadəcə işimizdə, futbolda, peşəmizdə vaxt keçirmək kimi bir şey olacaq. Ona görə yəni belə məncə bu təkcə bizim üçün yox, yəni məşqçilər korpusu üçün, yəni klub rəhbərliyi, futbolçular üçün yox, ümumən bütün hamımız üçün, elə sizlər üçün də, elə azarkeşlərimiz üçün də bu canlı bir belə deyək də qarşıda nələr bizi gözləyə bilər və ümumiyyətcə dünya futbolu hara gedir, hansı səviyyəyə qalxır, hansı səviyyədə onlar yəni performans göstərirlər. Yəni bunu canlı görmək, yəni bu məncə hamımız üçün faydalıdır və bu gün mən inanın ki, bunun tam şahidi oldum. Nəyə görə? Əvvəllər bəlkə bizim 3-0-dan sonra, 4-0-dan sonra azarkeşlərimiz görsən stadionu tərk edirdilər. Amma bugün bəlkə də axır bir 5-6 dəqiqədə başladılar biraz seyrəlməyə. Və bugün onlar da mənə gəlir ki, tam qəbul ediblər ki, bu səviyyə biraz başqa səviyyədir. Amma onlar özlərini belə deyək də bizim yanımızda olmağı göstərdilər. Onlar o böyük futbolu sona kimi izləməyi bacardılar. Yəni hamımız üçün böyük bir məncə təcrübə oldu və bir daha elə azarkeşlərə təşəkkür eləmək istəyirəm ki, yəni həqiqətən yəni bugün də möhtəşəm idilər və futbolçuların yanında olduqları üçün də hər birə təşəkkür edirəm. Və əvvəlki onlarda hətta olmuşdu ki, bəzən belə bir oyunumuz alınmayanda, gedişat yaxşı olmayanda görsən, bəzən fitə basılırdı, bəzən hansısa bir qrup, hansısa bir hissədən, hansısa bir etirazlar daha çox bildirilirdi. Amma bugün
Yəni tam əksi və bu bir daha bizim birliyimizi göstərdi. Bu bir daha bizim ələlxüsusda ingilis azarkeşlərin qarşısında göstərdi ki, biz hamımız bir yerdəyik. Biz məğlub ola bilərik, amma bir-birimizdən ayrıla bilmərik. Cavit buyur. Qurban bəy, ilk növbədə təşəkkür etmək istəyirəm sizə ki, siz bizə bu hissləri yaşatdınız, yəni play-offa qədər yüksəldik. Mənim isə sualım oyun planınızla bağlıdır. Çünki siz Liverpool maçdan sonra da bildirdiniz ki, bir dəfə də belə bir oyun oynasaq fərqli oynayardınız. Amma məsələn Newcastle-ın pressinginə qarşı sizin oyun planınız nə idi? Çünki sizinlə maçdan sonra Liverpool Newcastle-la çox çətinlik çəkdi 35 dəqiqədə. Çünki qısa paslardan çıxmağa çalışırdı, amma Slot özü oyundan sonra dedi ki, o məcbur oldu ki, uzun paslarla artıq diagonal, vertikal daha doğrusu oyun oynasın ki, o məngənədən çıxsın. Nə əcəb, yəni Qarabağ bunu etmədi. Hətta indi sizin dediyiniz sözlərə qüvvət olaraq, yəni ki, ona görə də ilk 10 dəqiqədə Qarabağı Newcastle boğa bildi. Ümumən belə oyunlarda biz birdən-birə Əlaqüstü Bakıda oynayırıq, Əlaqüstü öz meydanımızda oynayırıq. Hansısa bir gedişatda dəyişiklik etməyə bizim vaxtımız yox idi. Məşqdə deyək ki, bizim proqramımızı bilirdiniz. Bunu gərək biz əgər bugünə kimi bundan istifadə etməmişiksə, biz gərək ən azından bir 2-3 məşq bunu meydanda eləyək ki, hansısa bir etmək istədiyimiz o hansı ki çıxışlar və yaxud pressing ki bir-birini tamamlamış olsun. Bizim buna vaxtımız yox idi bunları etməyə, amma yəni biz həmişə çalışırıq ki, eləyə bacardığımızı daha da yaxşılaşdırmaq. Yəni biz onu istədik etməyə, amma bugün yəni sadəcə rəqibin belə deyək də, yəni hər şey alındı, hər hücumu demək olar ki, yəni keyfiyyətli idi. Amma sonradan demək olar ki, ikinci hissə biraz fərqli oynadıq, amma hər bir halda mənə gəlir ki, biraz qarşımızdakı komandaya, rəqibə, oyunçulara görə biraz həyəcan var idi futbolçularımızda. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Sağ olun.